Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bugünkü dərsimizdə Nəcəf bəy Vəzirovun Müsibət-i Fəxrəddin əsərindən danışacaq. İlk növbədə obrazlarla tanış olaq. Obrazları tanıyaq ki, əsərdə baş verən hadisələr bizim üçün aydın olsun. Əsərdə Rüstəm bəy var, konfliktin mənfi tərəflərindən biri, əsas konflikti, qan davasını yürüdən şəxsiyyət. Onun ölmüş bir Rəşid bəy adlı oğlu var, Heydər bəy tərəfindən həlak olunub. Yəni qan davasının qurbanı olub. Sonra Mahmud var. Bu Mahmud bəyin adının altından da qırıq-qırıq xətt çəkmişəm, çünki bu da əsərin sonunda həlak olur. Sonra qızı Səadət xanımdır. Konfliktin digər bir tərəfi Mələk xanım, yəni mənfi obrazların ziddiyyəti yaradan, qan davasını körükləyən adamlardan biri Mələk xanım Heydər bəyin yoldaşı olubdur. Heydər bəy də qan davasında həlak olubdur. Fəxrəddin altından gördüyünüz kimi qırıq-qırıq xətt çəkmişəm. Fəxrəddin bəy də əsərin sonunda həlak olur. Mələk xanımın daha bir övladı Şahmar və bir qızı Gülbahar. Demək, burada Rəşid, Mahmud, Səadət, Rüstəm bəyin uşaqları idi. Mələyin də uşaqları Fəxrəddin, Şahmar, Gülbahar. Hacı Murad və Xəlil Fəxrəddinin xidmətçiləridir, hamballarının, nökərlərinin, bunu necə deyək, məndən olsa Hacı Murad onun işlər müdürüdür, yəni nökər demək biraz da yerinə düşmür. Və bu məsələni də xatırladım ki, Xəlil də yaralanmış olur bu qan davasında, amma ona heç nə olmur. Vəli və Əhməd isə Rüstəm bəyin nökərləridir. Vəli və Əhməd hər ikisi həlak olurlar, yəni qan davasının qurbanı olurlar. Burada bir Əhməd bəy sözü yazmışam. Əsərdə bir Əhməd bəy adı da keçir. Fəxrəddin bəy ondan çubuq almaq üçün, demək, kələsər bağı salmaq üçün çubuğa göndərir orada Vəlini, Hacı Muradı. Hacı Murada deyir ki, gedib çubuq gətirəsin. Yəni adı çəkilir. Bu Əhməddən bu Əhməd fərqli adamlardır. Burada Cahangir bəy var. Bu Səadət xanıma aşiqdir. Sonradan həbsə düşür və onun dostları var. Məhərrəm və Fərhad. Məhərrəmlə Fərhad Fəxrəddini öldürməyə gedirdilər. Əslində Məhərrəm çox humanist, mərhəmətli biri idi və Fəxrəddinə atəş açmır və Fərhad da atəş açmağa qoymur. Bir də əsərdə Hürü obrazı var. Hürü Səadətin tərbiyəçisi olubdur, müsbət qadın obrazıdır, qan davasının əleyhinə olan bir qadındır. Əsər belə Rüstəm bəyin monoloqu ilə başlayır. Gördüyünüz kimi burada qırıq-qırıq xətlərlə pərdələr arasındakı hadisələri ayırmışam. Əvvəlcə əsər Rüstəm bəyin monoloqu ilə başlayır. Rüstəm bəy hər şeyi xatırlayır. Keçmişi, keçəni, Heydər bəyi öldürməsini, oğlu Rəşidin ölümünü və Fəxrəddinin Avropada oxuyub gələndən sonra ad-san qazanması kənddə onu heç cürə həzm eləyə bilmir. Düşünür ki, elə Fəxrəddin ölməlidir, oğlu Rəşidin qanının əvəzi Fəxrəddin ola bilər. Bu öz-özünə danışandan sonra Mahmudu çağırır. Rüstəm bəy yenə keçmişi qurdalayır, deyir ki, bala, mən belə-belə işlər gördüm. Bildiyin kimi Heydər bəyi öldürdüm. Sən qızı istəyirdin deyə Heydər bəyin qızı Gülbaharı sənin eşqinə güzəşdirib gətirdim. Amma indi bizim Fəxrəddini öldürməyimiz lazımdır. Qızı da qaytar geri. Biz burada Rüstəm bəyin nə qədər əzazil bir adam olduğunu, qan içən bir adam olduğunu, heç bir hissə, duyğuya hörmət eləmədiyini görürük. Sözsüz ki, Mahmud bəy ondan razılaşmır. Deyir ki, ata, necə ki deyirdin ki, sən mənim məhəbbətimə görə bu qızı gətirmişsən. İndi mənim məhəbbətim imkan verməz ki, onu atası evinə qaytarım. Bu söhbəti Gülbahar eşidir. Və Gülbahar məsələni Səadətə açır. Səadət də Fəxrəddini sevir, Fəxrəddin Səadəti sevir. Fəxrəddinin öldürülmək məsələsinin ortaya gəlməyi sözsüz ki, Səadəti də bir daha narahat edir. Həm də qan davasının bu cür yürüdülməsi. Və Səadət, Hürü xanım, dayəsi Hürü də burada olur. Hürü Rüstəm bəyin ünvanına çoxlu qarğışlar söyləyir və Mahmudu çağırırlar. Mahmud məsələdən hali idi onsuz da və ona görə də qadınları qorxmamağa, bu davanın yürüdülə bilməyəcəyinə zəmanət verir. Deyir ki, qoca kişilə danışar, ötər, keçər. Amma biz Mahmudla söhbət edəndən sonra Rüstəm bəyin görmüşdük ki, bu qan davasından vaz keçmək fikri yoxdur. Deyir ki, rökərlərim və Cahangir və Cahangirin adamları mənə bəs edir. Özü qızını Cahangirə verməsə də, Cahangirin Səadətə layiq biri olmadığını düşünsə də, amma qan davasına Cahangiri də cəlb etmək fikrində olur. Bu yerdə deyim ki, Səadət dövrünün 7 il təhsil almış, Fəxrəddindən təhsil alıb, Hürünün dilində görürük bunu. Məşhurlaşmış, şanı şöhləti hər tərəfə yayılmış, o dövr üçün ziyalı hesab olunan bir qadındır. Bundan sonra biz ikinci məclisdə Fəxrəddinin Hacı Muradla söhbətini görürük.
Fəxrəddin Hacı Muradla söhbətində görürük ki, Fəxrəddin məktəb açdırıbdır, molla gətiribdir, yəni müəllim gətiribdir, xəstəxana açıb, həkim gətiribdir və o bağ saldırmaqla məşğuldur. Yəni bu cür Avropada gördüyü, götürdüyü, deyək ki, Azərbaycana tətbiq eləmək istədiyi hər şeyi gətirib kəndlərinə tətbiq eləyir. Bu məqamda deyək ki, Hacı Muradla təsərrüfat işlərinin müzakirə edib yola salandan sonra anası Mələkdən qardaşı Şahmar gəlir və onlar da artıq bu fikirdədirlər ki, Fəxrəddin gəlib, bunlar güzləniblər, Rüstəm bəyi öldürmək lazımdır. Sözsüz ki, Fəxrəddin buna qarşı çıxır, qətiyyən bunun yaxşı olmadığını, hətta barışmaq istədiklərini, zaten Səadəti də sevirdi, Səadətdən onun xəyalları, arzuları var idi. Bunu anasına beləcə bildirir və sonra da bu cür düşüncənin müsəlman aləmini nə qədər geri qoyduğunu, insanların İslama uymadığını, adları müsəlman olsa da müsəlman kimi hərəkət etmədiklərini dilə gətirmiş olur. Bunun arxası ilə Hürür gəlir. Hürür və Səadətdən Gülbahar göndərmiş olur ki, gedib Fəxrəddinə xəbər eləsinlər, onlar hazırlıqlı olsunlar. Bu xəbər eşidəndən sonra Fəxrəddinin qolu qanadı təmiz sanki sınır ki, bu tərəfdən anam, o tərəfdən barışmaq istədiyim qudamız və gələcəkdə qaynatası olacaq adam qan davasının tərəfdarlarıdır. Bundan sonra biz 3-cü məclisdə Cahangirin, Səadəti sevən Cahangirin Məhərrəm və Fərhadla söhbətini görürük. Cahangir həqiqətən səmimi bir qəlbdən bir Səadəti sevir, amma bir cahil düşüncəyə sahibdir. Düşünür ki, əgər o Səadətə sata bilmirsə, bunun səbəbi Fəxrəddindir və Fəxrəddini öldürmək lazımdır. Yəni bu cür geri zəkalı bir düşüncə tərzi adamda həqiqətən heyrət doğurur ki, biz bunu Hüseyn Cavidin ana əsərində də görmüş oluruq. Orada da Qanpoladı öldürüb aradan çıxarmaq fikrində olur Orxan. Sonra növbəti məclisdə Fəxrəddin müdafiəyə hazırlaşırlar. Fəxrəddin əlinə silah alıbdır, özünün də əlinə silah almasına çox heyrətlənir. Şahmar da ona biraz ironiya edir ki, görürsən ay qardaş, burada bunsuz yaşamaq mümkün deyil. Amma Fəxrəddin bu fikirdədir ki, əgər Rüstəm bəy hücum eləsələr, elə olsun ki, heç kəs ölməsin, yaralanmasın. Və bu məqamda biz Məhərrəmlə Fərhadın mübahisəsini də görürük. Bu epizoddan sonra Məhərrəmlə Fərhad gəlirlər ki, Fəxrəddini öldürsünlər, amma Məhərrəm Fəxrəddinə baxır, onun kitab oxumasına baxır və belə bir gəncə qıyılmasını doğru hesab eləmir. Fərhad onu nə qədər tətikləsə də deyir ki, atmaram da sənə də icazə vermərəm ki, onu öldürəsən, mən bunu qıymaram. Hərçənd ki, Məhərrəmin Cahangirə bir can borcu var idi. Fərhad buna işarə edir ki, nə tər olur, sən o vaxt ölümdən qurtardı, sağaltdı, sənə o cür qulluq elədi, deyir ki, o məsələ bizim ikimizin arasındadır. Hətta onu Məhərrəmi xəyanətdə günahlandırır, amma Məhərrəm Fərhadın ağzından vurur. Belə mübahisə elədikləri zaman birdən atışma başlayır. Eşitmə Rüstəm bəygil artıq hücuma keçiblərmiş. Rüstəm bəygilin hücum dəstəsində Cahangir də olur, sonra biz görürük ki, Cahangir də həbs olunub. Sonra bu atışma səsini eşidəndə, bu atışma səsi Səadətgilin evinə gəlir və Səadət Gülbahar birdən-birə məəttəl qalır ki, kişilər heç bugün görünməyiblər. Mahmud da şəhərə gedəcəyim adı ilə evdən çıxıbdır. Bunu Gülbahar gilə deməyib, Səadətgil bilmir. Onda Səadət Gülbaharı və Hürü nənə kişi paltarı geyindirib, nökərlərin paltarını geyindirib, göndərir dədəsi evinə. Elə bu məqamda Mahmudun yaralı gətirildiyini görürük. Çox artıq Rüstəm bəy çox sarsılıb, əvvəl düzdür, özünü toxtaq tutur, elə bilir ki, bu adi bir yaradır, amma Mahmud həlak olur. Mahmud həlak olandan sonra Rüstəm bəy gerçəkdən sınmış olur. Hələ özü bu bir iman olduğunu, imansız biri olduğunu və övladlarının qatili olduğunu, öz əməllərinlə, hərəkətlərinlə o vaxtda Heydər bəyin qardaşlarını kətdən didərgin salmışdı. Nəticədə Heydər bəy gəlib Rəşidi öldürmüşdü. Əslində hər şeyin kökündə, binasında əvvəlində özü dururdu. Və heç cür də deyək ki, empati düşüncəsi yox idi bunlarda. Məsələn, Fəxrəddində bir empati düşüncəsi var, Avropa təhsilidir. Deyir ki, mənim əmlərim dillərini sakit qoyurdular, Rüstəm bəyə sataşmayırlar. Rüstəm bəy də onları kənddən didərgin salmayırlar. Yəni, heç kəs deməli, kəndin cahilliyi elə bir həddədir ki, yəni empati yoxdur, heç kəs qarşı tərəfə haqq qazandıra bilmir. Və Mahmud həlak olandan sonra biz görürük ki, Vəli, deməli, Mahmud ölüb, Vəli, nökər Vəli
O da bu hücum zamanı həlak olubdur. Əhməd Mahmud da öləndən sonra, Rəşid də öləndən sonra, Vəli də öləndən sonra yaşamağı və ya da intiqam almadan yaşamağı özünə layiq bilmir. Düşünür ki, mütləq gedib Fəxrəddini öldürəcəyəm və nəticədə də gedib o Fəxrəddini öldürür. Və biz axırıncı məclisdə Fəxrəddinin Hacı Muradla söhbətini görürük. Yenə burada Əhməd bəydən gedib tinc alıb bastırmağı tövsiyə eləyir. Elə Hacı Murad çıxan kimi Əhməd atəş açıb Fəxrəddini yaralayır. Yaralayır deyəndə ölümcül yaralayır. Hamı başına yığışır. Hətta Hürü də, qardaşı da, Mələk də. Burada Mələk xanım da başına az qala hava gəlir. O da səhv elədiyini hələ indi anlayır. Öz oğlunu itirəndən sonra anlayır. Faciənin miqyası böyüdükcə adamlar peşman olmağa başlayır. Fəxrəddin artıq son nəfəsi olduğunu hiss edir. O öz arzularının, əməllərinin həyata keçirilməsini istəyir və Səadətə də hörmət edilməsini öz ailəsinə vəsiyyət edir. Və Səadəti də tapıb gətirirlər. Səadət eşitmə Fəxrəddinin qonşuluğundakı dayısı gildəymiş. Onun ölüm anına, ayağına zamanını Səadət də gəlib çatır. Səadət söz verir. O əvvəlcə düşünür ki, ölüm səndən sonra ölmək mənim üçün asan olardı, amma sənin əməllərin, arzularını yaşatmaq üçün mən yaşayacağam. Və əsər Səda-i Qayıbanə ilə bitirir. Orada bu Səadətin çox bədbəxt bir qadın olduğuna işarə edən 4 misralıq bir şeir var. Əsər haqqında daha bir neçə fikir deyim. Əsər qan davası əleyhinə yazılmış bir əsərdir. Adından da göründüyü kimi Fəxrəddinin müsibətidir. Amma müsibət sözünü burada faciə kimi anlamayaq. Yəni biz ölümə, itimə biz müsibət deyirik. Termin olaraq faciə kimi anlamayaq. Bəzən belə bir fikir söylənilir ki, yazıcı özü əsəri Fəxrəddinin faciəsi. Bəli, Fəxrəddinin faciəsi, amma əsərin faciə janrında olduğunu demək biraz çətin məsələdir, mübahisəli məsələdir. Nə anlamda? Çünki bu əsərdə müsbət və mənfi tərəflər güc baxımından bərabərdir və Fəxrəddinin ölümü təsadüfün nəticəsində. Nə baxımdan təsadüf? Yəni Fəxrəddin ölüm edə bilərdi. Artıq Əhməd əgər Fəxrəddini öldürməsəydi, hər şey bitmişdi. Yəni Rüstəm bəy də peşman olmuşdu, Mələk xanım da peşman olmuşdu. Zaten əsərdə Fəxrəddinə qarşı duracaq böyük bir cəbhə yoxdur. Həm də ümumiyyətlə Fəxrəddinə qarşı duran bir cəbhə yoxdur. Fəxrəddin bir maarifçi kimi gəlibdir, amma Fəxrəddin cəmiyyətə qarşı üsyan eləmir. Fəxrəddin kimi düşünən cəmiyyətdə adamlar var. Amma belə deyək, zahir düşüncə, qan davası kimi bir problemin olması Fəxrəddini də həyatdan aparır. Biz faciə deyəndə amma elə səbəbləri başa düşürük ki, orada faciə qəhrəmanı təkdir. Faciə qəhrəmanının öz ideyalarını, fikirlərini həyata keçirilməsi mümkün deyil. Onun, belə deyək ki, cəmiyyət bütünlüklə qaracılık ona qarşıdır. Amma bu əsərdə qaracılıqdan qaracılığa qarşı duran qüvvələrin sayı təxminən bərabərdir. Yəni Səadətdir, Mahmuddur, Hürüdür, Fəxrəddindir. Bunlar qətiyyən belə deyək ki, yəni müsbət obrazlardır. Qan davasının da pis olduğu düşüncəsindədirlər. O tərəfdə kim var? Rüstəmlə Mələk var. Düz orada bir Cahangir də var ki, onun da düşüncəsində bir cahillik var. Amma o da qan davası deyil. Tamam başqa bir cahilliyin nümunəsidir, təzahür formasıdır. Əsəri bir daha xatırladıram. Bir əsəri öyrənmək üçün, onun məzmununa hakim olmaq üçün onu bir dəfə oxumaq kifayət etməz. Dəfələrlə oxumaq lazım ki, əsərə hakim olaq. Diqqətinizə görə təşəkkür edirəm. Əgər bir faydam toxunmuşsa mənə nə mutlu.